Mənfi rolları ilə çox adamın tanıdığı Haldun Boysan haqqında məlumat. Haldun Boysan 1958-ci ildə Ankara'da anadan olub. Haldun Ankara Universiteti Dil və Tarix Coğrafiya Fakültəsinin teatr şöbəsini bitirib. Ankara Dövlət Teatrı və İstanbul şəhər teatrlarında çalışıb. Həmçinin bir çox xarici film və cizgi filmlərinin türkçə dublyajında iştirak edib. Haldun, Türkiyənin tanınmış teatr, kino və dublyaj sənətçisi olub. O, həm xarakterik rolları, həm də özünə məxsus səs tonu ilə yaddaşlarda qalıb. Onu geniş kütləyə tanıdan əsas obraz, Kurtlar Vadisi serialında canlandırdığı Tombalacı Məhməd obrazı olmuşdu. Bu rol onun super rollarından biridir. Aktyor Beşiktaş azarkeşi kimi tanınıb və klubun bir çox tədbirlərində yaxından iştirak edib. Həm də Tariq Ünlüoğlu ilə yaxından dost münasibəti olub. Haldun Boysan 2020-ci ildə ürək tutmasından vəfat edir.